Afət xan, baxın, olur ki, mən də yeni bir işə başlayanda, işə getməmişdən öncə özümə söz vermişdim ki, sən elə qurmalısan ki, problem səndə olacaqsa olacaq, yəni olmayacaqsa olmayacaq. Hələ də elə insanlar var ki, heç cürə həzm eləyə bilmirsən. Yəni baxırsan ki, danışırsan, deyirsən, gülürsən, amma o səndə burada qalır. O nə yuxarı gedir, nə aşağı gəlir də. Bu idarə olunması mənə görə çətindir. İndi mən burada yanlış eləmsə siz mənə deyin. Mən sizdən bunu istəyirəm ki, deyəsiz də. Heç cür sən onu həzm eləyə bilmirsən, amma sən bundan yol getməlisən. Çox önəmli məqamdır bu məqam. Deməli, Aytən xanım, siz ki o andakı hiss eləyirsiniz də qarşı tərəfdən onu və sanki sizə müayinə olmaq istəyir. Bir aqressiyasının olduğu. Əslində sizcə onun içərisində, o fikrin içində nə durur? O münasibətin içində nə durur sizcə qarşı tərəfdə? Mən elə gəlir ki, qorxunun bir növüdür. Bəli, qorxudur. Zaman içərisində sizin onunla dostlaşacağınız bir zamana ehtiyac var. Dostlaşmalısınız, dostlaşacaqsınız. Amma ünsiyyət lazımdır. Aytən xanımla o şəxslər arasında ünsiyyət. Nə dərəcədə çox o məsafə ki var insanlar arasında və o duyğu ki var ki, yox, bu məni sinirmir, məsəl üçün bu məni qəbul eləməz. Və biz istərsəmiz uzaqlaşmağı və qarşı tərəfdə uzaq durmağı seçirsə bu məqamda bizlərin o əməkdaşlıq hissə var, biz güclərimizi birləşdirmək istəyirik axı. Biz bilirik ki, güclərimizi birləşdirsək daha tez hədəfə çatarıq. Hədəf nədir? Hədəf dediyimiz kimi tək özümüzə yox, həm də insanlara bir burada dəstəkdir məsələdə. Mən sizə məsləhət görərdim ki, Aytən xanım həmin məqamda daha çox ünsiyyətə yol ayırsın, yol verin ünsiyyət. Danışın. Daha çox danışın və danışıq vaxtı o xanımı dinləməyə önəm verin. Suallar verin. Suallar verin, dinləyin. Nə kimi? Məsəl üçün, proyektdir və siz onun üzərində birlikdə işləyirsiniz. Proyektlə bağlı sual verin, necə görürsən? Ümumiyyətlə, nə nəticə əldə edə bilərik? Sənin baxışın nədir? Xanım öz baxışını proyektlə bağlı söyləsin. Aytən xanım da öz baxışı var axı. O da öz baxışını söyləsin. Bu ünsiyyət, sizin bu fikir mübadiləsi sizi gətirir bir zaman içərisində dostlaşdırır. Aytən xanım xanıma güvənməyə başlayır. Xanım Aytən xanıma güvənməyə başlayır. Bir həqiqəti etiraf eləməliyəm, Aytən xanım. Nə dərəcədə çox qarşı tərəfdən paxıllıq gördüyüm anlar olub, amma zaman qısa və yaxud da uzun zaman lazım olub ki, o keçsin. Mən həmən vaxtı, həmən sizə təklif elədiyim kimi ünsiyyətə önəm vermişəm ki, biz dostlaşaq, amma xanım, mən düşünmüşəm ki, məni tanımır. Düşünmüşəm ki, məni tanımır deyə bu xanım özünü belə aparır və şərait yaratmalıyıq. Mən onu tanıyım, o da məni tanısın. Və bu tanınma hissədə Carnegie'nin çox gözəl kitabı var, Dostu necə qazanmalı kitabı. Orada önə çəkdiyi fikir dinləmək olub. Biz sual vaxtı hansı şəraiti yaradırıq? Dinləmək şəraiti yaradırıq da. Qarşı tərəf fikirlərini söyləyir. Fikirlərini söyləyən insan orada güvənmə etabına keçir. Söylədikcə güvənir Aytən xanıma. Öz fikrini söyləyir, Aytən xanımdan fikir alır və sizin aranızda bu ünsiyyətin artmağı gətirir, o lazımsız bariyerləri atır. Yəni məni anlayır cavabını əslində almış olur. Bəli, məni anlayır. Məni anlayır. Çünki dinlədikdə sözünü kəsmirsənsə, ona qulaq asırsansa və fikrinə hörmətlə yanaşırsansa, o deyən yolu hardasa çıxırsansa, əslində mənə anlayır və qalxanlarını əlbəttə ki salır.